Salam dostlar, bugün peşələr haqqında danışacağıq. Soruşursan ki, peşə nədir? Peşə insanların gördüyü işdir. Hər peşənin cəmiyyət üçün böyük faydası var. Gəlin birlikdə öyrənək. Müəllim. Müəllim bizə oxumağı və yazmağı öyrədir. Və bizim bilikli olmağımız üçün çox çalışır. Həkim. Həkimlər bizi müayinə edir. Xəstələnəndə bizi sağaldır. Onlarsız biz sağlam olmarıq. Polis. Polis asayişi qoruyur. Əgər təhlükəsiz yaşayırıqsa, biz bunu onlara borcluyuq. Yanğın söndürən. Yanğın söndürən yanğını söndürür. Onlar insanları alovdan xilas edən əsl qəhrəmanlardır. Bənna. Bənna evləri tikir. İnsanların rahat yaşaması üçün gözəl mənzillər inşa edir. Aşpaz. Yemək hazırlayan ustaya aşpaz deyirlər. Qeyd edim ki, onların yeməkləri çox dadlı olur. Pilot. Pilot isə təyyarəni idarə edir. Onların işi çox həyəcanlı və məsuliyyətlidir. Jurnalist. Jurnalist xəbərlər hazırlayır. Onlar bizə doğru məlumatlar çatdırır. Bərbər. Bərbər isə saçımızı kəsir. Bizim səliqəli görünməyimiz üçün çox çalışır. Kosmonavt. Kosmonavt kosmosa uçan insana deyirlər. Onlar ulduzları, planetləri müşahidə edirlər. Dərzi. Dərzi paltar tikir. Bizə gözəl geyimlər hazırlayır. Sürücü. Maşın sürən insana sürücü deyirlər. Onlar insanları bir yerdən başqa yerə aparırlar. Onların işi çox məsuliyyətlidir. Futbolçu. Futbol oynayan idmançıya futbolçu deyirlər. O, meydançada topu idarə edir. Komandasına köməklik eləyir və qol vurmağa çalışır. Bağban. Bağban güllərə və ağaclara qulluq edir. Bağları, təbiəti gözəl saxlayır. Proqramçı. Proqramçı kompüterlə işləyir. Oyunlar və proqramlar yaradır. Onların işi çox çətindir. Gördünüzmü balaca dostlar? Hər peşə çox dəyərlidir. Və siz böyüyəndə hansı peşəni seçəcəksiniz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik.